Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bugünkü videoda qəbul proqramının ən vacib əsərlərindən biri olan Hüseyn Cavidin İblis əsərini birlikdə təhlil edəcəyik. Əslində bu əsər çox şagirdi çətinliyə salır. Oxuyurlar, amma nə demək istədiyini tam başa düşə bilmirlər. Elə buna görə də bu videoda əsəri mümkün qədər sadə şəkildə izah edəcəyik. Bütün qarışıq görünən məqamları aydınlaşdıracağıq və imtahanda sizə lazım olacaq vacib nüansların hamısından danışacağıq. Videoya keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, Telegram kanallarımızda mövzu izahları, testlər, konspektlər və digər faydalı materiallar mütəmadi olaraq paylaşılır və siz bu materialları əldə etmək üçün şərhlər hissəsinə buraxılmış linkdən Telegram kanallarımıza keçid edə bilərsiniz. Bununla yanaşı ödənişsiz dərslərimizdən yararlanmaq istəyənlər 070 327 97 70 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi isə keçid eləyək mövzumuza. Mövzumuz Hüseyn Cavidin İblis əsəridir. Dramatik növdədir, mənzum faciədir. Əsər 1918-ci ildə qələmə alınmışdır. Yəni 1-ci Dünya müharibəsi olan bir dövrdə yazılmışdır. Mövzusu insanlara ölüm, faciə gətirən ədalətsiz müharibələrin törətdiyi faciələrdir. Müharibələr dedikdə burada qoşunların, orduların qarşı-qarşıya gəlməsi deyil də insanların qarşı-qarşıya gəlməsi nəzərdə tutulur. Bu səbəbdən də əsərdə real müharibə səhnələri əks olunmayıbdır. Onsuz da əsəri təhlil etdiyimizdə özünüz də şahid olasınız. Əsər 4 pərdədən ibarətdir və biz onun ixtisarla olan versiyasını bugün sizinlə təhlil edəcəyik. Əsərdə olan obrazlara diqqət yetirək. İblis, mələk, bunlar mifik obrazlardır və əsərdə sadəcə mifik obrazlar bunlar deyil, ölən şəxslərin, obrazların belə deyək ki, ruhlarını biz görəcəyik ki, onlar da mifik obrazlar hesab olunur. Buna Rənanın atasının ruhunu, daha sonra Xavərin ruhunu əlavə edə bilərik. Daha sonra İxtiyar Şeyx, Xavər, Arif, Vasif, Küçük Zabit, Rəna, İbn Yəmin, Yaralı Zabit, Teyf, Elxan, zabitlər, əskərlər, haydutlar və s. kimi obrazlar müşahidə eləyəcəyik. İlk pərdə. Bağdad civarında hadisələr burada baş verir. Ağaclıq, mənzərəli bir güşə. Pərdə açıldıqda Arif bir tərəfdə taxta bir karyola üzərində əlinə təkyə edərək uzanıb düşüncəyə dalmış. Səhnə qaranlıq, ətrafda göy gürültüsü, şimşək çaxışı, trompet sədaları, top, tüfək, bomba atışları. Qarşıda səhnənin nihayətində iki böyük göz, pəncərə, atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin, müharibə komandası ilə məşğul. Gözlərin birində iblis, digərində mələk görünür. Gürültüdən sonraki sükut. Bu isə remarkadır. Əsər iblisin monoloqu ilə başlayır, dialoqla deyil, monoloqla başlayır. Dialoq iki və də artıq şəxsin söhbətidir, belə deyək. Monoloq isə öz-özünə danışmaqdır və biz burada görürük ki, əsər monoloqla başlayır. Başqa hansı əsərimizdir ki, monoloqla başlayır, onu şərhlər hissəsində qeyd edərsiniz. İblis məmnun qəhqəhələrlə dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər gibi akmaqda qızıl qan, canlar yakar, evlər yıkar insan. Qəhqəhə. Burada deyir ki, dəryalara hökm edən tufan, səhraları sarsıdan vulkan, qızıl qan kimi axan, yəni qan sellər kimi axır burada deyir və canları yaxan, evləri yıxan kimdir? İnsandır. Deməli, iblis bütün müharibənin səbəbini, yəni baş verən hadisələrin səbəbini özündə deyil, insanda görür. Mələk, ya Rəbb, burada görürük ki, Allaha müraciət edir. Bu nə dəhşət, nə fəlakət, ya Rəbb, bu nə vəhşət, nə zəlalət. Baş verənlərin səbəbini soruşur Tanrıdan. Yox kimsədə insafı mürüvvət, iblisə mi uymuş bəşəriyyət? Bəşəriyyətin iblisə uyduğunu soruşur, belə deyək. Və çalışın ki, mələklə Arifin nitqlərinə diqqətlə yanaşasınız. Çünki əsasən şagirdlər onların nitqlərini bir-biri ilə qarışdırırlar. İblisin müstəhzi və sürəkli qəhqəhələrlə bərabər yenə göy gürültüsü, top, mitralyoz sədaları başlar. Sonra sükut. İblis çılğın qəhqəhələrlə toplar veriyor aləmə dəhşət, dəhşət kopuyor sanki qiyamət. Yağmur gibi göydən yağar atəş, atəş qaralar, dalğalar, atəş. Mələk, ya Rəbb, azacıq lütfi inayət, qəhr olmada artıq bəşəriyyət. Yəni, bəşəriyyətin artıq məhv olduğunu burada Allaha deyir. Başdan başa həp yeryüzü vəhşət, iblis ilə həmrəngi siyasət, siyasətin də artıq iblisə uyduğunu bildirir. Gözlər qapanır, səhnə aydınlaşır. Arif uyqudan uyanır gibi alnını və gözlərini ovuşdurur, yerindən qalqar göyə doğru. Dünyaları yoxdan yaradan ey ulu tanrı.
Arif Tanrıya müraciət edir. Ey Xaliqi hikmət. Allahı, Tanrını hikmət sahibi adlandırır. Ey varlığı yox, yoxluğu vardan daha dilbər, ruhum səni izlər. Lütf et o gözəl çöhrəni bir an bana göstər, könlüm səni özlər. Burada yəni Allahı görmək, onun çöhrəsini görmək istədiyini bildirir. Uydum da peyğəmbərlərə, qanunə, kitabə, duydum yenə qəsvət, başdan başa həb qəhr-ü qəzəb, tövbə inabə, həb zəfə əlamət. Yəni deyir ki, peyğəmbərə, kitaba inansan da yenə ürəyim sıxılır. Başdan başa qəzəb, tövbə hamısı zəifliyə əlamətdir. Hər fəlsəfə bir vəlvələ, həb tatlı xəyalət, yox rəhbəri vicdan, sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat, bir şöləyi irfan. Yəni deyir ki, burada sənsiz qəlbimə, vicdanıma elm şöləsi doğmaz. Eyn gəl bana, yaxud bəni yüksəklərə qaldır. Ya deyir məni yanıma gəl, ya da məni öz yanına apar. Gəzdir qonağında. Yerlərdə süründüm, yetişir göylərə qaldır, dindir qucağında. Deyir bir vaxt yerlərdə süründüm, indi isə məni yanına apar, göylərə qaldır. Qaldır bəni bir seyr edəyim, xoşmu, gözəlmi cənnətdə mələklər, mələkləri görmək istəyir. Qaldır bəni ta görməyim insandakı zülmü. Bax yeryüzü inlər, ya Rəbb bu cinayət, bu xəyanət, bu səfalət bulmazmı nihayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, iblisə nə hacət? Yəni deyir ki, məni göylərə qaldır ki, insanlarda olan zülmü görmüyor. Daha sonrasında deyir ki, bu cinayət, bu xəyanət, bu səfalət nə vaxt sona yetəcək? İnsanlar varkən bəs iblisə nə hacət, yəni nə ehtiyac var idi? Yorğun və düşüncəli bir halda iskəmləyə oturur, dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən, alevlər içindən çıxar. Baxın, iblis hardan çıxır? Yerdən çıxır, alevlər içindən çıxır. Yaldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəş rəng sima və əlbisəsi parlar durur. İblis: Arif, bana bak, səndəmi evhamə qapıldın, biçarə çocuq, səndəmi iblisə takıldın? Yəni deyir ki, səndəmi tərəddüdə düşdün, səndəmi iblisə ilişdin? Dahilər, ulu ləzim nəbilər belə bəndən heç vəcihlə təxlizi qirban edəməzkən, daim bəni təhqir edərək əyləniyorsun. Bax, burada deyir deyə iblisə nə hacət, yəni iblisə nə ehtiyac var? Yəni onu deyir ki, həmişə söylənirsən. Yəni deyir, dahilər, peyğəmbərlər məndən gizlənə bilmir, sən də daim məni təhqir edərək əylənirsən. Bir gün gəlir əlbəttə şu izan ilə sən də bazicə olursun qoca iblisin əlində. Yəni deyir ki, bir gün gələr, sən də iblisin əlinə düşərsən. İblis o böyük qüdrət, o atəşli müəmma, özünü atəşli müəmma adlandırır, qüdrət sahibi adlandırır. Bir gün səni də kəndinə eylər kölə. Amma heyhat olamaz dərdinə bir kimsədən imdad, imdada qoşar, qoşsa fəqət ah ilə fəryad. Yəni deyir ki, səni də bir gün özünə kömək eləyər və o zaman kimdənsə kömək istəsən belə heç kəs sənin imdadına çata bilməyəcək. Tək bir şey imdadına gələ bilər, o da ah ilə fəryaddır. Ridasının ətəklərini Arifin yüzünə sürər, laybalı qəhqəhələrlə çəkilib gedər. Səhnə aydınlaşır. Arif şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə olan ixtiyara həyəcanlı və müzdərib. Gəl bana, gəl eylə bənim dərdimə çarə. İxtiyar: oğlum, mədəni aləmi nifrətlə bıraxdın, gəldin şu cədəlsiz bədəvi aləmə çıxdın. Bu nə deməkdir? Baxın, Arif İstanbulda yaşayan birisi idi. Və necə olubdu? O qardaşı ilə ayrı düşübdü. Bu orijinal hissədə var, burada yoxdur. Əlavə məlumat olaraq sizə verirəm. Onların evləri yanır, anası ilə atası da belə deyək ölür. Öldükdən sonra öz qardaşı ilə Vasiflə ayrı düşür. Və Arif İstanbuldan gəlir hara? Hadisələrin baş verdiyi civara, yəni Bağdada gəlir çıxır. İxtiyar da burada bunu nəzərdə tutur ki, İstanbuldan gəldin Bağdada, yəni bədəvi aləmə çıxdın. Bədəvi də köçəri mənasına gəlir. İnsandakı haqsızlığı, zülmü unut artıq. Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq. 100.000 deyil iblisə uyan, həb bəşəriyyət. Yəni deyir, bütün haqsızlığı, zülməti unudun. Bütün nifrətləri sil, geçsin. Çünki iblisə uyan 5-10 nəfər deyil, 100 nəfər deyil, 1000 nəfər deyil, bəşəriyyətdir.
Etmiş bu gün ev yıxmağa, qan içməyə adət. Arif, unut oğlum, unut artıq, bəni dinlə. Sən kəndini məhv eləyəcəksən bu gidişlə. Yəni bütün bu düşüncələr sənin özünü məhv eləyəcək. Bu sırada dəhşətli göy gürültüsü başlar. Gürültü ilə bərabər iblisin qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda gülbədən çıxar. Arif əli alnında olaraq gürültü və qəhqəhləri dinlər. Eyni zamanda səhnənin işığı azalır. Arif fəsini qoyaraq şaşkın. Kimsin, neçisin? Söylə nədir fikri məramın? Nereden gəliyorsun, neymiş şöhrəti namın? İblis məğrur qəhqəhlərlə. Ben şimdi bir ateş, fəqət əvvəlcə mələkdim. Yəni deyir ki, İndi bir iblisəm, şeytanam, amma əvvəllər mələk idim. Həb xalqə təsbih idi, təhlil idi, virdim. İlk öncə mələklər bəni təqdis ediyordu. Adəm gibi bir saygısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrəti şanım. Allah ilə bir zikr edilir namı nişanım. Yəni deyir ki, həb xalqə təsbih idi. Yəni Allaha nəzərdə tutur. Allaha sitayiş eləyirdim, zikr eləyirdim, onu tərifləyirdim deyir. Mələklər də deyir mənə səcdə eləyirdi. Daha sonra deyir Adəm kimi bir saygısız axırda gəlir mənə ləkə vurur. Amma onun ləkə vurmasına baxmayaraq mən alçalmıram, daha da yüksəlirəm. Arif artık yetişir anladığım izaha nə hacət. Qarşımdakı iblis imiş, eyvah nə dəhşət. Yəni deyir ki, burada izaha nə ehtiyac var? Artıq mən anladım ki, sən iblissən. Həb qəhi oluyorkən, həb qəhr oluyorkən şu cihan xain əlinlə bilməm nəyə gəldin bana söylə. Bütün cihan deyir sənin əlindən məhv olarkən sən niyə gəldin mənə onu söylə. İblis baktım əziyor ruhunu, həb qeydi əsarət, gəldim edeyim ta səni hürriyyətə dəvət. Baktım səni məhv etmədə bin dürlü xəyalət, gəldim vereyim qəlbinə bir nuri həqiqət. Burada deyir ki, yəni görürəm ki, bütün düşüncələr, xəyallar sənin ruhunu incidir, səni məhv eləyir və mən də gəldim ki, bütün həqiqətləri sənə göstərim, başa salım. Arif, haydi çəkil, işdə açıq yol. Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir, səhnə aydınlaşır. Bu arada diqqət yetirməyinizi istəyirəm bu nöqtələrə. Bu yəni göstərir ki, bundan əvvəl bir səhnə var imiş, sadəcə ora ixtisar olunubdu və buradan başlayır. Xavər gəlir, həyəcan və təlaş ilə. Xavər kimdir? Xavər Arifin sevgilisidir və ixtiyarında torunudur. Söylə Arif, aman nə oldu yenə? Yenə kimlər göründü gözlərinə? Arif, sorma, heç sorma Nazənin xavər. Bəni məhv etdi izdirabi kədər. Onu qolları arasına alır. Sən əvət, sən də olmasan heyhat, bəni bir gün boğar şu qanlı həyat. Ah o gözlər, bilir misin nə diyor? Bura kimi yaxşı gəlir, deyir ki, yəni sən olmasan, bütün bu kədər, izdirab məni məhv eləyər, boğar. Daha sonrasında deyir ki, sual yönləndirir. Ah o gözlər bilir misin nə diyor? Xavər nə diyor? Söylə. Arif ruhu cəzb ediyor, söylüyor eski hatıratını bana. Sanki qarşımdadır gözəl Rəna. Xavər ondan bir romantik söz eşidəcəyini bəlkə də gözləyir, amma qarşısında Arif ondan Rənanı soruşur və deyir ki, sanki gözümün qarşısına Rəna gəldi. Rəna da kimdir? Onun əvvəllər sevdiyi qızdır. Yəni hələ də unuda bilmədiyi bir qızdır. Türklər deyir, yanındakı ilə yaşar, aklındakı ilə ölürsün. Bax o məsəldir tam olaraq bu. Bu sırada ixtiyar ilə bərabər İmin, Yəmin, Rəna, Zənci Çavuş, bir əskər əlində ufaq bir çanta daxil olurlar. Arif diqqət və heyrətlə ətrafa. Ah o Rəna, Nazənin afət. Xavər, yenə bir şey mi oldu Arif? Arif, evet Rənaya yaxlaşaraq söylə, Rəna mı isminiz? Uzun vaxt idi Rənanı görmədiyinə görə bu səbəbdən İlk görəndə onu tanıya bilmir və soruşur ki, adın Rənadır. Rəna Arifin əlini sıxar, heyrət və sevinclə Arif. İbn Yəmin Arifi süzər ətrafa. İbn Yəmin kimdir? İbn Yəmin də Rənanı istəyən ərəb zabitlərdən birisidir. Bizə bir əngəl olmasın şu hərif. Arif, bu gəliş əf edərsiniz nərədən? İbn Yəmin məğrur və laybəli səhneyi hərbdən, mücadilədən, yəni bir müharibədən gəlirik. Arif acı təbəssümlə bir fəzilətsə öldürüb ölmək, canavar bizdən əşrəf olsa gərək. Burada İbn Yəminə söz atır. Yəni deyir ki, öldürmək əgər fəzilətdirsə, böyük bir şeydirsə, canavar onda bizdən də əşrəfdir, ucadır. İxtiyar onun qolundan tutaraq, Arif oğlum bırak münaqişəyi, gəl işim var səninlə.
İbn Yəmin dışarıda pəncərə önündə Çavuşa. Bax, gördüyünüz kimi səhnə buraxılıbdı, ixtisar olunubdu. Pək düşündün, nə var? Çavuş, bəyim, hər şeyi bir bəla işdə gördüyün Arif. Çünki Rənaya pək yaxın şu hərif. Daha müthiş bəla bizim əskər. Qorxarım cümlə sirri taş eylər. Bizi görmüşdə çünki Rənanın babasını qətl edən zaman xain. Deyir ki, burada Çavuş, Arif deyir bizim üçün bir bəladır. Niyə bəladır? Çünki Rəna ilə yaxındır. Amma Arifdən də daha böyük bir bəla var. O da kimdir? Əskərdir. Niyə daha böyük bir bəladır? Çünki İbn Yəmin Rənanın atasını öldürmüşdü. Rəna da atasını öldürən şəxsi, qatili axtarırdı və İbn Yəmin atasının qatili olduğundan xəbəri yox idi. Əskər də bunu görmüşdü. Yəni Rənanın atasını öldürərkən görmüşdü. Buna görə də Arifdən daha böyük təhlükə hesab edirdi Çavuş onu. Baxaq görək İbn Yəminin cavabı nə olur. Arif sağ tərəfdən daxil olur, onları dinlər. İbn Yəmin qafasını oynataraq istehzalı təbəssümlə. Bir böyük ordu, bir yığın insan, benim uğrumda oldu hep qurban. Keyfə sərf eylədim də milyonlar, yenə devlətcə etibarım var. Ben kimim? Bir ərəb, nə zənn etdin? Bir çocukdan mı qorxar İbn Yəmin? Burada artıq onun əsl sifətini daha aydın şəkildə görürük. Deyir ki, yəni tabimdə böyük bir ordu var. Hamının etibarını qazanmışam. Pulum da var. Heç kəsin ondan şübhələnməyəcəyini və əskərə inanmayacağını güman edir. Öz ağzından da ərəb olduğunu eşidə bilirsiniz. Işıq azalır, ağsaqqallı, möhtəşəm simalı bir Miralay xəyalı görünür. Miralay polkovnik, yəni indiki dövrümüzə uyğun olaraq polkovnik vəzifəsini deyə bilərik. Osmanlı dövründə Miralay adlanırmış bu hərbi vəzifə. Rəna, şaşqın və həyəcanlı, ah babam, bir də anlı şanlı babam, intiqam almadan inan yaşamam. Gördüyünüz kimi onun həyat qayəsi nədir? İntiqam, atasının intiqamını almaq. Babasının xəyalı gəlir. Nə demişdik? Bu ölən obrazlar ki var, onlar da biz mifik obrazlar hesab edə bilərik. Mühib və ağır bir ahənglə. İntiqam, intiqam. Yəni Rəna da intiqam istəyirdi. Rənanın atası da intiqam istəyir. Daha bir obraz da var intiqam istəyən. Onu da sonrakı səhnələrdə görəcəyik. Arif, aman bu nə hal Rəna? Babamın kim bulursa qatilini ona mən səcdə eylərim ələni. Bəni çöllərdə gəzdirən duyğu intiqam eşqi. Həp bu, yalnız bu. Deyir ki, atamın qatilini kim tapsa, mən ona səcdə eləyəcəm. Yəni evlənəcəyini, o şəxslə evlənəcəyini bildirir. Rənanın 3 istəklisi var. Bunlardan birincisi Arif, ikincisi İbn Yəmin, üçüncüsü də Vasifdir. Vasifi də sonraki səhnələrdə görəcəyik. Elə Arifin Vasifi öldürmə səbəbi də Rəna olur. Deyir ki, atamın qatilini kim tapsa onunla evlənəcəm. Arif, görünür sizcə bəllidir qatil. Rəna, xeyr, əsla bilinmiyor o səfil. Diyor İbn Yəmin, inan bana sən, bulurum nerede olsa qatili ben. Deməli İbn Yəmin Rənaya söz verir ki, atanın qatilini mən tapacağam. Amma ki, halbuki qatil elə özüdür. Arif, bəncə bir hilədir bu, dinləməyin. Arif artıq belə deyək ki, İbn Yəmindən xoşu gəlmədiyinə görədirsə, nədirsə artıq şübhələnir onun sir sifətindən. Belə deyək ki, şübhələnir və bunun bir hiylə ola biləcəyini deyir. Bu sırada Vasiflə arkadaşı küçük zabit silahsız olaraq yaralı bir Rus zabiti gətirirlər. Arif Vasiflə küçük zabitə, ah nə munis, nə mərhəmətlisiniz, nerede rast gəldiniz şu zabitə siz? Burada deyir ki, yəni bu zabit elə bil ki, düşmən ordusundan birisi idi və Vasiflə küçük zabit bunu gətirirlər və Arif də deyir ki, yəni bu hərəkətiniz çox xoşdur və mərhəmətlisiniz. Vasif tək yaxınlarda yol kənarında baxdıq əhvalı xeyli pəjmürdə, yəni əhvalı heç yaxşı deyil. Küçük zabit, bir əsir işdə düşman olsa belə yenə lazım müavinət edilə, kömək edilə, müalicə edilə, müayinə edilə. Küçük zabit, Türk ordusu ətrafa bugün həmlə edərkən
İrana və ya Qafqaza imdada gedərkən Rus ordusu durmaz çəkilirkən önümüzdən, Vasif nə rəvadır ki, şu parlaq günümüzdən feyz almayaraq biz olalım qəflətə mail, satmaz, satamaz milləti şəxsiyyətə aqil. Burada Türk ordusunun böyüklüyündən danışılır. Vasif də cavabında Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Yəni deyir, bu gücə inanma da, bu güvənmə bu orduya. Yalnız mədəniyyətdir, ulu qüvvətdir, böyük bir qüvvətdir. Bu sırada səhnənin işığı azalır. İkinci pərdə. Ərəb zevqinə uyğun süslü bir salon. İblis xidmətçi ərəb qiyafətində ötəyi bəriyi düzəldir. Bu sırada Arif sağ qapıdan girər. Rənanın qapıyı qapayıb getdiyini görüncə büsbütün şaşırır. Bu pərdədə biz iblisi xidmətçi rolunda görəcəyik. Yəni bu qiyafəti geyinir və xidmətçi kimi insanlarla dialoqa girir, söhbət eləyir. Baxaq, iblis, söylə, dərdin nədir? Aydın söylə. Yəni bax, bunu deyən artıq iblis deyil də, sanki düşünün ki, xidmətçidir, evin köməkçisidir. Arif, mərhəmət qıl da aman lütf elə, söylə Rənaya ki, Arif gəlmiş. İblis, anladım dərdini, lakin bu zor iş. Ona nail olur ancaq onlar ki, avucular dolusu altını var. Yəni deyir ki, Rənanı görmək istəyirsənsə, ona sahib olmaq istəyirsənsə nəyin olmalıdır? Bir avuc altını olmalıdır. Əslində burada artıq Arifi doldurmağa başlayır. Daha sonrasında Arif, bəndə yox altın əzizim, zira uymamış sərvətə könlüm əsla, yəni altının olmadığını deyir. İblis yarım qəhqəhə ilə, altının yoxsa silahın var ya, bəni öldür də qavuş sonra ona, nəyə daldın, niçin oldun məyus? Altının yoxsa silahın var deyir. Cavabında o da deyir ki, çünki yox bir şeyim, əfsus, əfsus, yəni silahının olmadığını da deyir. İblis, bir şeyin yoxsa da könlüm var ya, bana ver könlünü. Yəni burada iblisə ver könlünü nəzərdə tutur. Deməli, iblis Arifdən ilk olaraq altın istəyir, yəni qızıl, daha sonrasında silah, ardından isə könlünü istəyir. Arif masa üzərindəki şərab qədəhini yaqalar. Ah, aman, bir içim olsun bana su. İblis sürahiyi alıb qədəhi rakı ilə doldurur, al iç. Arif yarıya qədər içər, yüz gözünü bürüşdürür. Eyvah, nə dəhşət, yahu, su deyil, səmli bir atəşdir bu. İblis başqa bir şüşədən böyük bir qədəh dolusu şərab verir. Deməli, 2 dəfə artıq ona neynir? Şərab vermiş olur. Bu fəqət tatlıdır, al iç. Rəna əlində birkaç parça kağız daxil olur. İblis, şu kağızlar niçindir yavrum? Rəna, onu bunlar edəcəkdir məhkum. Arif, əcəba kimdir o xain, miskin? Rəna, səncə pək bəlli hərif, İbn Yəmin. Artıq burada İbn Yəminin atasının qatili olduğunu göstərən kağızları əldə etdiyini Rəna dilə gətirir. Arif də deyir ki, həmin kağızları mənə ver, bana ver. Şimdi o azğın canavar bulur, əlbəttə cəza qurtulamaz. Kağızları alır, sürətli addımlarla gəldi, qapıdan çıxar. İbn Yəmin daxil olur Rənaya. Get gülüm, sonra məhəbbət edəriz. Əslində bu səhnənin də davamı var. Yenə burada da ixtisar olunubdur. Belə ki, Arif getdikdən sonra Vasiflə, belə deyək ki, İbn Yəmin gəlir Rənanı görməyə. O hissələr ixtisar olunubdur. Biz birbaşa görürük ki, İbn Yəmin deyir ki, get gülüm, sonra məhəbbət edəriz. Ariflə bərabər əli silahlı 2 kanun nəfər daxil olur. Arif İbn Yəmini göstərir. 2 kanun nəfəri deyəndə, yəni polisi nəzərdə tutur burada. Arif İbn Yəmini göstərir. Tam kəndisi işdə ah qəddar. Yəni onun qəddar olduğunu, qatil olduğunu bildirir. İbn Yəmin, lakin çəkilirmi bu həqarət, silah çəkmək istəyir. Arif, bəllidir etdiyin xəyanət. İbn Yəmini alıb götürürlər. Arif, xain yakalandı ən nihayət. İblis yarım qəhqəhə ilə, eşq olsun, əvət, böyük məharət. Bunu deyən yəni xidmətçidir da. Belə deyək ki, xidmətçi donuna bürünmüş iblis deyir. Arif, Rəna hanı, söylə gəlsin. İblis, əfsus, bir zabitə uydu, getdi. Burada zabit Vasifi nəzərdə tutur. Arif sözünü kəsərək, bildim, yetişir o bəlli bir yol, dərhal dışarı fırlar. İblis, get, durma, fəqət yazıq, əmin ol. Bəklər səni bir yığın cinayət, izlər səni bir yığın fəlakət, qəhqəhə. Bunu Arifə demir, bunu öz-özünə deyir.
Yəni deyir ki, hə, durma get, artıq səni bir çox cinayətlər, böyük fəlakətlər gözləyir. 3-cü pərdə. Səhnə ilk pərdədə olduğu kimi İxtiyar Şeyxin çardağını, gülbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş. Sonbahar, öyle sisli hava. Arif fəssiz olaraq gəlir. Xavər ona doğru qoşar. Yaxlaşdığı sırada birdən-birə küskün və şaşqın bir tevr ilə ürküb geri çəkilir. Deməli, Xavər Arifi görür və onun qollarına doğru qaçır, amma bir anda ürküb, yəni qorxub dayanır, getmir. Və görək Arif də soruşur ki, səbəbini niyə dayandın da? Xavər, bana bax, zavallı Xavər, bir söylə nədir bu halin müstər? Yəni nə oldu da birdən-birə dayandın, geri çəkdin özünü? Xavər, qoşdum sana sevdiyimdən, amma baxdım ki, sevilməyənlər əsla layiq deyil olmağa həmaquş. Ürkdüm də, çəkildim, işdən məthuş. Yəni deyir ki, sənə qaçırdım, səni sevdiyimə görə, amma bir anda xatırladım sevilmədiyimi və buna da layiq olmadığıma görə ayaq saxladım. Arif, dur, qəlbimi bir də yakma artıq. Arif, fəqət intihara layiq, intihara ölmə layiq olduğunu deyir burada. Bəndən babana salam dərsin, gəlmişdi də, şimdi getdi dərsin. Gedəcək olur. Xavər biraz yaxlaşır. Yox, getmə, babam gəlir bu saat. Dur, bir verəyim xəbər. Yəni Arifin getməsini istəmir, atasına xəbər ediləcəyini bildirir. Arif cibindən yarı dolu bir rakı şüşəsi çıxarır. Artıq görürük ki, o içkinin bir adətçisi olubdu. Of, qəmlərimə təsəlli ol sən, hər dərdi unutmaq istəyirəm mən. Yəni bütün problemlərini unutmaq üçün tək çıxış yolunu nədə görür, içkidə görür və biz artıq görürük ki, iblis istədiyini əldə edibdi demək olar. Son damlasına qədər içib şişəyi bir tərəfə atar. Ətrafı süzdükdə gözünə ilişən tapancayı yerdən alır, qurşunlarına diqqət edər. Əslində Arifə iblis qabaqcadan ixtisar olmuş hissələrdən bəhs edirəm, əlavə bir məlumat kimi. İblis Arifə deməli silah da verir, qızıl da verir, amma Arif bunları götürür, tulluyur. Əvvəllərdə, yəni səhnənin əvvəllərində biz Arifin müsbət obraz olduğunu görürük. Daha sonrasında yavaş-yavaş mənfi obraza doğru formalaşdığını müşahidə edirik. Həmin o silah və qızılları iblis verəndə tamamilə mənfi obraza çevrilməmişdi. Buna görə də o qızılı da, silahı da götürməmişdi, tullamışdı. Amma artıq görürük ki, o yerdən tapdığı tapançanı əlinə alır. Arif səndələyərək, gəldinmi? Xavər, sərxoşmu nəsin? Gəl işte əvvəl məhv et bəni, olmayım da əngəl. Yəni sərxoşsan, nədir belə deyir? Görür axı silahı, deyir ki, gəl onda məni öldür. Sənə əngəl olmaram, qarşı durmaram. Arif vəhşi bir hücumla boğazından yaqalayıb boğar. İblis də alçaq və məmnun bir qəhqəhə. Al işte budur, cavabın ancaq. Xavər izdiraf və dəhşətlər içində əbədi bir sükuta varır. Əslində Xavər öncəsində Arifə deyir ki, ifadəmə görə üzr istəyirəm, ədəbsiz alçaq deyir. Yəni bu şəkildə ona müraciət elədiyinə görə, yəni belə dediyinə görə artıq Arif özündən çıxaraq neynir? Xavəri boğub öldürür. Yəni birdən-birə gəl məni öldür deyib o öldürmür. Bu şəkildə ədəbsiz alçaq dediyinə görə artıq Arif əsəbləşir və ona hücum çəkir. Əlbəttə ki, bu bir bəhanə ola bilməz. Görürük ki, o iblisin toruna düşübdür. İxtiyar gəlir Xavərin cənazəsini görüncə. Xavərin cənazəsini görüncə, ah, o nə eyvah, nə olmuş ona. Burada artıq Arif çıxıb gedibdir. Yəni ona görə bilmir ki, bu Xavəri öldürən Arifdir ya başqasıdır. Yəni bunu bilmir. Məyus və şaşqın baxışlarla cənazəyə yaxlaşır, qollarını köksündən çapraz edərək titrək və acı bir fəryad ilə söylə, aman söylə, mələk Xavərim, kim sana kim qıydı, aman söylə kim? Qucaqlayıb öpər cənazəyi acı fəryad ilə, yavrum, aman nazlı mələk Xavərim. 4-cü pərdə. Ormanda bir cığır, Ariflə Rəna gəlir. Kənarda ıslıq çalınır. Bir qurşun atılır. Rəna diksinir təlaş ilə. Qurşun səsi. Arif laybalı qəhqəhə ilə cibindən bir revolver çıxarır. Heç qorxma, yanımda həm silah var, həm altın. Evet, nasıl da parlar. Artıq görürük ki, yəni iblis onu ələ alıbdı. Arif əlində silah və altın olması ilə qürurlanır. Bir növ burada Rənaya özünü göstərməyə çalışır. Bir avuc altın çıxarır, əlində oynatıb cibinə qoyar. Haydutlar arka tərəfdə ağaclar arasında görünür. Heyrətlə onları dinlər. Rəna, nereden sana anlamam şu sərvət? Yəni bu sərvətin hardan gəldiyini sual edir Rəna. Arif məğrur qəhqəhə ilə
Bir arkadaşımdan oldu qismət. Pəncəmdə həlak olub boğuldu. Sərraf idi, həm də xeyli zəngin. Bu hissəyə diqqət yetirək. O burada yalan danışır. Yəni arkadaşından zaddan qalmamışdı ona bu xəzinə, belə deyək də, altınlar, qızıllar. O silahı iblisdən almışdı, belə deyək. Daha doğrusu yerdən tapmışdı, götürmüşdü. Qızıllar da ki, xavərdən ona qalmışdı. Kənardan iblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. Rəna: sus, bir ləkədir bu söz sənin üçün. 5 altına qarşı bunca vəhşət. Haydutlar ortaya fırlar. Birinci haydut tüfənglə nişan alır. Altınları ver. İkinci haydut xəncərini Arifin köksünə dayar. Ver hepsini. Bu sırada vüqarlı, müsəlləh, zabit qılıqlı, qalın bıyıqlı, cür qara saqqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıxar. Ətrafda 2 qurşun atılır. Elxan haydutlara: durmayın haydı, bir baxın da nə var. Bəkçilər zərrə qəflət eyləməsin. Ələ bir av keçərsə siz gətirin. Bana bax, kim dökərsə haqsız qan ən ağır bir cəza verir Elxan. Burada əslində belə deyək ki, Elxan müsbət obrazlardan biridir. Əsərdə müsbət obrazlar var, amma həmin obrazlarda intiqam atəşi ilə yanıb tutuşurlar. Bir növ onların içində də iblisin olduğu bizə göstərilir. Bu məqama diqqət yetirmək lazımdır. Məsələn, Rəna da müsbət obraz kimi verilir, amma nədir? O da intiqam axtarışındadır. Bu sırada gedən haydutlar 2-3 çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Elxan onu görüncə tanır İbn Yəminə. Söylə, kimsin? Adın nə? İbn Yəmin. Elxan Ariflə Rənaya yarım qəhqəhə ilə bəni astırmaq istəyən şu ləyin işte bir av ki izlər avçısını. İbn Yəminlə Elxan arasında bir münaqişə var idi. Çünki İbn Yəmin Elxanı belə deyək ki satmışdı, loru dildə desək. İbn Yəmin diz çökər, aman əfv et, qüsurluyam Elxan. Deməli, testlərdə əgər çıxsa ki, İbn Yəmin heç kəsdən aman diləmir, bu yanlışdır, Elxandan aman diləyir. İblis ağaclar arasından çıxar, Elxan: yahu, səni kim bıraxdı? İblis məğrur bir tevr ilə əlini köksünə qoyaraq Arif Elxana: bir mürşid o sahibi kəramət, xoş gəldin, aman nə mutlu saat. Artıq biz bu səhnədə görürük ki, Arif iblisi nə adlandırır? Sahibi kəramət adlandırır və onun əlini öpür. Elxan: kimsin əcabə, səndəki var böylə məharət? İblis: mən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət. Bir qüdrətli külliyə ki, aləm bənə bədxax. Dünyada əgər varsa rəqibim, o da Allah. Özünün tək rəqibi olaraq Allahı görür. Ben şərqdə abid olurum, qərbdə rahib. Bir qazi olub gah edərim fitnələr icad. Bəzən olurum bir çoban, azadə bir insan, bəzən olurum zülmə fəsad, aşıqi sultan. Yəni mən deyir müxtəlif zamanlarda və məkanlarda müxtəlif insan obrazlarına girirəm. Yəni artıq bunu boynuna alır. Bəzən dindar və ibadət edən biri, bəzən din xadimi, bəzən hakim kimi fitnə yaradan, bəzən deyir azad ruhlu, sadə bir çoban, bəzən isə zülm edən bir hökmdar oluram. Bu halda ixtiyar, Xavərin babası, başaçıq olaraq pərişan hal və məcnunanə bir qiyafətdə ağacların arasından çıxar. İxtiyar həyəcanlı və çılğınca bir fəryad ilə: ah Xavər, sana kim qıydı gülüm, mən dururkən sənə layiqmi ölüm? Onlar eyvah o səfil insanlar, qəlbi, vicdanı sönük qaplanlar. Elxan sözünü kəsərək: söylə, at söylə, bilinsin dərdin, o sönük qəlbi isindirmək üçün nə dilərsin yaparım, etmə kədər. İxtiyar müzdərib: bana imdad edin, eyvah imdad əmr edin, şimdi bulunsun cəllad. Elxandan belə deyək ki, Xavərin qatilinin tapılmasını istəyir. Xavərin xəyalı gəlir. Sizə başda da demişdim, mifik obrazlardan biri görünür və çəkilib gedər. İntiqam. İntiqam istəyən digər bir obrazımız da Xavərin xəyalıdır. İxtiyar: işte o dilbər mələyim, getmə dur, mən də bərabər gələyim. Artıq deyir ki, bəs mən də səndən gəlmək istəyirəm. Çılğınca qəhqəhələrlə onu izlər, ıslıq səsi eşidilir. Vasif və İbn Yəminin çavuşu 2 nəfər başqa haydutla gəlir. Vasif Rənaya: şu zalım xunhar babanın qatili olmuş. Rənaya babasının qatilini deyən kimdir? Vasifdir. Yəni buradan belə nəticəyə gəlirik ki, Rəna kiminlə evlənmək istəyəcək? Vasiflə. Elxan növbətçiyə: al bunu, söylətmə daha. İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur. Elxan: hazır ol. 1, 2, 3. Nişancılar ortada sıraya duranları yaylım atəşi ilə qurşuna düzərlər. Həpsi, ah eyvah.
Burada həbsi deyiləndə sadəcə İbn Yəmin və onun çavuşu nəzərdə tutulmur. Başqa obrazlar da var ki, onlar da Elxan tərəfindən öldürtdürülür. Elxan Vasifə İbn Yəminin cənazəsini göstərir. Bana bax, izləməsəydin dədəmin, ələ keçməzdi inan İbn Yəmin. Xeyli məmnunum, əzizim səndən. Söylə yavrum, nə dilərsin bəndən? Elxan Vasifdən məmnun olduğunu dilə gətirir və arzusunu bilmək istəyir ki, yerinə yetirsin. İblis Rənayı göstərir, o gözəl afətə məftun şu çocuq. Deməli, Vasifin Rənanı istədiyini İblis Elxana deyir. Vasifin özü demir Elxana, İblis deyir. Rəna Arifə, sən benim eski pərəstişkarım, bu isə yeni bir dildarım. Vasifi göstərir. Yəni deyir, mənim əvvəllər sevən sənsən, yəni sevdiyim sənsən. Bu isə yəni Vasifi göstərir, deyir, mənim yeni dildarımdır. Haqqı əfsus edəməm bən inkar, çünki Tanrımla mənim əhdim var. Bulsa hər kim babamın qatilini, bil ki, məmnun edər ancaq o beni. Arif Rənaya, nə demək, sən bu çürük lafı bırak, yox bu mümkün deyil, əsla bana bax. Bir düşün, əldə dururkən şu silah, böyle təhqirə dayanmam. Arif ətrafa təhəssür ilə, ah bir Vasifi görsəm əfsus, bunu öz-özünə deyir, yəni heç kəsə demir. Qardaşım, sevgili Vasif, bana gəl, səni görsəm, beni qorxutmaz əcəl. Dəqiqə. Vasif ətrafa, ah fəqət, yenə eyni ilə bu da öz-özünə deyir. Qardaşım Arifə, qaldım həsrət, yaralı bir ahənglə. Nərdəsin, gəl bana Arif, əlan, kim bilir, bəlkə əcəl verməz aman. İblis, hazır ol, 1, 2, 3. Silahlar açılır, Vasif düşər, ah Rəna, Vasif, eyvah. Cənazə üzərinə qapanıb bağlar. Arif şaşqın, nasıl? Vasif mi? Artıq Rəna Vasifə adı ilə səsləndiyinə görə Arif onun qardaşı olduğunu vurduqdan sonra anlayır. İblis acı qəhqəhə ilə, öyle ya Vasif, o Vasif ki səni eşki yıllarca əsir götürmüşdü. Sana qurban oluyor bak şimdi. Arif şaşırır, Vasifə yaxlaşır, dəlicəsinə tədqiq edər, son dərəcə həyəcanlı. Qardaşım, ah o evet. Qucaqlar, Vasif, oyan, ah visalın ne yaman oldu aman. Şu vidayin daha müthiş Vasif, dur beraber gidelim. Əlindəki silah ilə intihar etmək istəyir. Arif 2 dəfə deməli özünü öldürməyə çalışır. Şimdi burada sizə bir sual verim. Özünü öldürməyə çalışan hansı obrazlarımız var? Bunu şərhlər hissəsində yazarsınız. Rəna mane olur, o Arif. Bir ixtiyar silah Arifin əlindən düşər. Vasifə baxıb qorxar, geri çəkilir. İblisi sərsəmcə baxışlarla süzüb durur. Ümum, yəni hamı, coşqun İblisə, sənsin bu cinayətlərə bais, qəhr olmalı, məhv olmalı İblis. Yəni hamısı bir ağızdan deyir ki, bütün olanların səbəbkarı sənsən İblis və məhv olmalısan. Hər tərəfdən hücum etmək istərlər. İblis gah istehzalı və məğrur, gah çılğın və qorxunc qəhqəhələrlə. Bənsiz də əmin ol sizə rəhbərlik edənlər var. Qan püskürən, atəş savuran, kinli krallar, şahlar, ulu xaqanlar, çılğın dərəbəclər. Altın və qadın düşkünü divanə bəbəklər, bin hilə quran tilki siyasilər, o hər an məzhəbə çıxaran, yol ayıran xadimi ədyan. Yəni deyir ki, onsuz da mənə ehtiyacınız yox idi. Bu qədər bütün problemləri yaradan, müharibələri çıxardan, deyir sizin krallarınız var, şahlarınız var, xaqanlarınız var. Məzhəb çıxaran, yol ayıran xadimi ədyan, onlarda bütün fitnə və şər, zülmü, xəyanət. Onlar duruyorkən bəni təhqirə nə hacət? Yəni, onlar varkən niyə məni təhqir edirsiniz? Buna nə ehtiyac var? İblis nədir? Cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis. Gördüyünüz kimi, hər şeyin günahkarı olaraq insanı görür və insanın kim olduğunu deyir, iblis olduğunu deyir. Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir. Baxın, əsərin əvvəlində demişdik ki, yerin dibindən çıxır, yerdən çıxır, alovlar içərisindən. Əsərin sonunda da yenə görürük ki, yerin dibinə çəkilir. Arif əli ilə saçlarını yaqalar və Məcnuna bir tevr ilə baxıb durur. Ətrafdakılar da eyni şaşqınlıq davam edər.
Mütləq şəkildə təhlillərə də diqqət yetirmək lazımdır. Oralarda oxumalısınız. Hüseyn Cavidin yaradıcılığında İblis 1918-ci ildə yazılıbdır. Başlarda da vurğulamışdıq. İblis faciəsinin xüsusi yeri vardır. Görkəmli ədib bu əsərində ilk növbədə müharibələrin səbəblərini aydınlaşdırmağa çalışmış, insanlara ölüm, fəlakət gətirən ədalətsiz müharibələrin törətdiyi faciələr əks edilmişdir. Yəni gördüyünüz kimi orada, yəni əsərdə heç bir real müharibə səhnəsi yoxdur, canlandırılmamışdır. Mələyin müharibələrin səbəbini bəşəriyyətin iblisə uymasında bu hissəyə diqqət yetirir. İblisin isə insanın özündə onun mənəviyyatındakı nöqsanlarda görməsi əsərə fəlsəfi mahiyyət gətirir. Deməli, bütün baş verən hadisələrin səbəbkarını mələk iblisdə görürdü. İblis isə kimdə görürdü? İnsanda görürdü, onların öz xislətində görürdü. Bu da əsərə bir fəlsəfi mahiyyət qazandırırdı. Cavid bu ikili münasibəti müxtəlif xarakterli insanların və hadisələrin fonunda əsər boyu izləmiş, nəfsin, altun, qurşun, hərisliyinin yaratdığı dəhşətli məqamları təsvir etməklə müharibələrə nifrət hissi aşılamışdır. Faciənin qəhrəmanı Arif ilk səhnədə həqiqət axtarışına çıxan, həyatı dərk etməyə çalışan, mənəvi saflığını qorumağa çalışan, yəni qorumağa can atan bir gənc kimi diqqəti cəlb edir. Başda da qeyd eləmişdik ki, Arif müsbət obrazdan mənfi obraza doğru irəliləyir, addımlayır. Burada da təhlil hissəsində bir daha bunu müşahidə etmiş olduq. Haqq, ədalət axtarışları Arifi kamil insana çevirmir. Əksinə mənfi obraza çevirir. Öz nəfsinin quluna çevrilən Arif altın, qurşun sınağından çıxa bilmir. Mənəviyyatındakı ciddi qüsurlar onu cinayətə sövq edir. Əsərdə diqqəti daha çox cəlb edən iblis mifik obrazdır. Deməli, əsərdə bir çox mifik obrazlar var, amma bunlar içərisində ən çox diqqəti cəlb edən iblisdir. İnsanların iradəsizliyi, öz mənfi ehtiraslarının əsirinə çevrilməsi iblisi sevindirir. İblis onu şər əməllər törətməkdə, günahlandıran, bütün bəlaların səbəbkarı sayan insanlarla razılaşmır. Əsl təqsirkarın insanın özü olduğunu söyləyir. Əsərdəki ixtiyar, şeyx, Rəna, İlxan və başqaları fəlakətləri fərqli şəkildə yaşasalar da onların hamısı müharibələrin insanlara böyük məhrumiyyətlər gətirdiyi qənaətindədir. Həqiqətən də hərəsi müxtəlif şəkildə müharibənin nəticələrini yaşayır. İxtiyar şeyx öz torununu, yəni Xavərin ölümünə şahid olur. Rəna atasının ölümünə, İlxan da eyni ilə. Əsərdə vətənpərvər zabit Vasif var-dövlət hərisliyinin qatilə çevirdiyi İbn Yəmin obrazlarda diqqəti cəlb edir. Bunlar iki zid, belə deyək, qütblərdir. İblisdə real müharibə səhnələri, gerçək döyüş vəziyyətləri yoxdur. Müharibənin ən böyük şər kimi təqdim olunduğu faciədə orduların deyil, insanların qarşılaşmasının diqqət mərkəzinə çəkilməsi ibrətamizdir. Hüseyn Cavid qanlı döyüşlərdə iştirak edən, böyük fəlakətlərin şahidi və iştirakçısı olan insanların taleyi timsalında müharibəyə münasibəti ön plana çıxarmışdır. Əsərdə qaldırılan problemlər sənətkarın yaşadığı dövrdə baş verən faciəli hadisələr əks sədasıdır. Faciədə konfliktin mənəvi aləmin müxtəlif qütbləri arasındakı ziddiyyətlər əsasında qurulması fikrin, mənanın qüvvətli və emosional ifadəsinə xidmət edir. İblis müharibələrin əsl mahiyyətini açıb göstərən və müharibə əleyhinə yazılmış faciədir. Dramaturq hərbə uymuş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu dəhşətli bəladan xilas olmağa səsləyir. İblis faciəsi bənzərsiz bədii sənətkarlıq xüsusiyyətlərinə malikdir. Ondakı monoloq və dialoqların dramaturqun romantik fəlsəfi üslubunda özünə məxsus yeri var. Əsərdəki orijinal bədii təsvir və ifadə vasitələri, aforizmlər, poetik fəlsəfi mimləşdirmələr obrazların xarakterini açmaqla yanaşı fikrin hikmət tutumunu artırmışdır. Faciədə lirik ünsürlərdən geniş istifadə olunmuşdur. Beləliklə də əsərin təhlilini tamamladıq. Ümid edirəm ki, bu izahdan sonra əsərin həm məzmunu, həm də müəllifin vermək istədiyi əsas fikir sizin üçün daha aydın oldu. Əgər video sizin üçün faydalı oldusa, bəyənməyi, kanalımızda abunə olmağı və şərhlər hissəsində öz fikirlərinizi bildirməyi unutmayın. Suallarınız və ya başa düşmədiyiniz məqamlar varsa, şərh bölməsində yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıracağam. Növbəti dərslərdə görüşənədək özünüzə yaxşı baxın.